teşekkürler, fedakardılar. Ve ben gördüğünüz bu tedbirin teşkilatıyla görüştürmeye çalışıyorum. Hoşdur, teşekkürümüzü bildiririk, uğurlar arzulayırıq. Sözü Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Cənab Rafiq Cəlilova təqdim edirik. Tədbir iştirakçıları, değerli ziyalılar, əziz şagirdlər, tələbələr, hörmətli qonaqlar, hamınızı səmimiyyətdən salamlayıram. Kitab sərgisi əslində kitab severlərin bayramıdır. Bayram münasibətilə təbrik edirəm. Min illərin məlumatları kitablardan, hələ daş kitabələrdən belə kitablarla bugünkü nəsilə gəlib çatıbdır. Bugün gənc nəsil kitablar, xüsusilə bədii kitabları mən nəzərdə tuturam. Əldə ediriksə, əxs ediriksə, elmi bədii ədəbiyyatdan, bədii kitablardan əxs edirik. Mütləq cavanlarımıza, gənclərimizə tövsiyəm odur ki, mütləq bədii ədəbiyyat oxuyun. Niyyəti öyrədir, keçmişin təcrübələrini öyrədir. Bir müqayisə variantı olur ki, filan əsərdə filan qəhrəmanın başına belə bir iş gəlmişdi və o belə hərəkət etmişdi. Yəni, kitabın, bədii ədəbiyyatın insana xeyri çoxdur. Mən kitab oxuyun, oxumursunuzsa bugündən kitab oxuyun və övladlarınız da sizə baxıb kitab oxusun. Çünki məndən öncə çıxarılan cənab başçı Kərim müəllim sərgi ilə bağlı, kitabla bağlı dəyərli fikirlər bildirdilər. Mən sərginin təşkilat işlərlə bağlı bildirmək istəyirəm ki, bu sərgini keçirmək üçün 4 aydan çoxdur çalışılır və hər sərginin başa ərsəyə gəlməyi üçün görünməyən, yəni çox böyük iş, enerji tərəf olunur. Sözü musiqiyə vermək istəyirəm. Mədəniyyət evinin solisti Vahid Rəsulu alqışlarınızla səhnəmizə dəvət edirik. Boşaldan zahmet olmazsa, boşaldan zahmet olmasa icazə verir, sonra kitablara bakarsınız. Kesin balacalar, belə kesin.